Oyun haqqında fikirlərinizdən başlayaq. Oyun haqqında belə danışılacaq çox bir şey yoxdur. Əsasən öz səhvlərimizdən, yəni oyunu əldən verdik deyə bilərik. Oyuna yaxşı başlamışdıq, yaxşı mübarizə aparırdıq. Əsasən də birə-bir epizodlarda yaxşı mübarizə apardıq. Əsasən öz səhvlərimizdən dediyim kimi qollar buraxdıq. Bu da biraz komandanı tutan saldı. Komanda ilk hissədə müqavimət göstərsə də ikinci hissədə ruhlanmışdı. Yəni bunu nə ilə bağlayardınız? Bunu əsasən rəqib komanda daha çox topla oynamağı sevən komandadır. Özləri top saxlayıb, yəni bizi daha çox yoruldular. Ona görə bizə çalışdığımız qədər oyuna yaxşı mübarizə ilə başladıq. İkinci isə yorulmağımızın səbəbi ondan. Qarşıdan 6 tur var. İnşallah ki, davam edib çempionatlar almaq sağlayacaq. Son səfər Qarabağla evdə qarşılaşdı. 1-0 olmuşdu. Məğlubiyyət turunda qarşılaşdınız. O onunla iniş arasında nə fərq oldu ki, yəni əlavə futbollarda gördünüz. Bu qədər çox oldu. Oyuna istəkli başladıq. O oyunla bu oyun arasında kubok oyunları biraz fərqli olur çempionat oyunlarına baxanda. Bu oyuna biraz daha çox istəkli çıxmışdıq, amma öz səhvlərimizdən qollar buraxdıq. Komandada artıq üçüncü baş məşqçi dəyişikliyi baş verdi. Bu sizi bir qədər necə deyim çətinliyə salmırmı? Hər məşqçinin yenilikləri. Birazdan komandada məşqçi dəyişdikcə yeni sistemlə dəyişiklik olur. Yəni buna biraz öyrəşmək çətinlik. Bacardığımız qədər məşqçinin verdiyi tapşırıqları əlimizdən gələn qədər yaxşısını eləyib növbəti oyunlardan inşallah nəticə qazanmağa çalışırıq. Edin Məmmədov komandaya nə kimi yeniliklər gətirdi? Əsasən biraz sistem dəyişiklikləri oldu. 4-cü müdafiədən 5-ci müdafiəyə keçdik. O da biraz komandaya inşallah ki, bacardığımız qədər özlərimizdə işləyib növbəti oyunlarda yaxşı olacağını inanıram. Sonuncu pillədən qurtulmaq üçün, yəni çıxış yolunu da görürsünüz. Çıxış yolu heç yerdəyik. Bunun üçün oradan çıxış yolu ancaq mübarizə aparmaya istəkli olmalıdır. Bu bizim üçün ən önəmli şeydir. İnşallah ki, çalışacağıq bunun üzərində daha çox işləyək, nəticə.